Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bu yağışlı havada maşallah gözəl yağış yağır, Allahın ruzusudur. 8 sotun içində şəxsi tikili, qubçalı, deməli 3 mərtəbə, hər mərtəbəsi monolit beton, 420 kvadrat, 8 otaqlı, hər mərtəbəsində hamam tualet olan, bağlı, bağçalı, çölündə yay mətbəxtinə kimi olan, Masazırın Binəqədi tərəfdən girişində yerləşən ərazisində yeni, bax, belə bir villamız satışa çıxarıldı əziz izləyicilər. Bu gördüyünüz çöldəki mətbəxdir, çöl istirahət yeridir. Əziz izləyicilər, burada quşlar üçün deməli dam düzəldilib. Burada istifadə üçün yararlı kiçik tikililərdir. Bütün meyvələrdən var. 8 sot torpaq sahəsidir. Qubçalıdır, torpağın qubçası var, tikinti təyinatlıdır. Sərəncamı, bütün sənədləri var. Evin qubçasına gedən bütün sənədlər hamısı paket hazırdır. Sənədləri ver, evə qubsa ala bilərsən əziz izləyicilər. Masazırda yerləşir. Bakı, Abşeron rayonu Masazır qəsəbəsində yerləşir. Şəxsi tikilidir. Təcili olaraq satışa çıxarılıb əziz izləyicilər. Çox gözəl, bağlı, bağçalı, həyəti də beton, hər mərtəbəsi monolit beton olan, bax, bu gözəl villamız satışa çıxarıldı. Hər tərəfdən də kamera ilə əhatə olunubdur. Bu da evin deməli həyətində olan istirahət yeridir əziz izləyicilər. Qoşa daşla tikilib. Birinci, ikinci, üçüncü mərtəbəsi hamısı monolit betondur. Bax, bu gözəl villamız satışa çıxarıldı. Bu da həyətindəki, burada giriş hissədir. Bütün ağaçları, bağ hissəsi, yaşıllığı, deməli darvazası, giriş qapıdır bura. Ətraflı göstərəcəm. 420 kvadrat, 8 otaqlıdır. Hər mərtəbədə hamam tualeti var. Bax, bura çöl istirahət mətbəx yeridir. 25 tonluq su çəni var yerin altında. 25 tonluq, yəni monolit betondan su çəni var. Əziz izləyicilər, burada yəni hazırdır. Həyətdə istifadə üçün yararlı. Bax, belə bir çöldə, burada bisetkasıdır, mətbəx bura, stol üsulu da buradır. Əziz izləyicilər, paket taxta ilə də hamısı düzəlib burada. Çox gözəl evdir. İllərin əziyyəti, illərin, yəni bura çox maşallah maliyyə buraxılıb, şəxsi evdir. Masazırın giriş massividir. Sənəddə qubçadır. Çox gözəl, bax, belə bir villamızdır. Burada da qaraj hissəsidir.